Neyinsə Ramiz? Ot dərirəm. Ay sağ ol. Hansı var ki? Bu balacalar. Ha, qoy biraz o 2 aylıq cücələr də yesin. 2 aylıq, 1 aylıq. Nə dərəcə? Yox, bunlar 2 aylıqdır ha. 1 aylıqların o tərəfdədir. Yağışlar yaman palsıq elədi. Biz buranı gərək yenə düzəldək. Heç olmaz. Biraz hava qurusun. İnşallah. Ha. Yığışıblar, sənə gözləyirlər. Xiyarların da qəşəngdir ha. İnşallah ki, görək də yağışlar imkan versə. Onda yadımdadır. Nə? Onda keçən səfərlər elə bir otu burada çoxlu dərirdim. Kəsirdim də hətta. Ondan sonra da elə bir yağışa görə, günəşə görə hamısı çıxdı. Bu yonca belədir, otlarda yağış. Aslında bu təbiətə xeyri çox deyir. Sadəcə biraz çox yağanda elə bir ki, bəzi tərəvəzləri yandıra bilir ağacları. Görsən indi ağaclar görək də tutacaq, tutmayacaq inşallah. Bağlan təzə gülüdür burada. Təbiəti qorumaq lazım deyə bu döyüşlər, zatlar hamısı qurtarmalıdır da. Gül kimi dünyayı şey deyir də. Korluyurlar da bu müharibələr. Nə qədər insanlar ölür, əlbəttə. Amma sən rahatlanırsan da bu işlərlə. İnsan istəyir ki, dünya huzurlu qalsın. Huzurlu da, sakit qalsın. Amma döyüş qurtarmır da. Qurtarar inşallah. Ne olur da Allah bilir də. Ramiz, Ramiz, bizə ot gətir Ramiz. Acımızdan ölür ay Ramiz. O dədən yığdıqları Bəli, bala. o toyuqlara verirsən. Böyüklərə, hə. Bəsdir bu arada. Oradan istəyirsən o at o sulara. İstə. Su qablarına düşməsin. İstəyirsən biraz da dəyər Ramiz toyuqlara da verək. Biraz da toyuqlar üçün elə. Toyuqlar onsuz bundan doyan deyil. Yaxşı. Bunlar 5 dəqiqə süpürürlər otu. 5 dəqiqə nədir? 2 dəqiqə. Amma yonca bunlar üçün çox faydalıdır. Həm də gecikən. Ha, Amma gecikiyana gərək şey lazımdır, əlcək. ha da öyle. Eğer gecikkan çıxırsa torpaqda, o deməkdir ki,
Demək torpaqda azot çoxdur. Hə. Çitkanı göstər. Bax, bu çitkandır. Orada da var da. Ha, çıxır da, hər gün çıxır. Hə. Yaxşı, apar. Toyuq deyirlər, elə bir şeydirlər. Nə? Verirsən də Yoxsan, o tökməklə qalmaq. qartal bunlar, hamısını yeyirlər. Sən biraz elə eləmək lazımdır. Sən bəzilərini çatır, bəzilərini çatmır. Ot çox gördük. Yəni, sonuçta gündəlik az da olsa yeyirlər. Baxma, döyüşürlər birtər. Bunlara həmin şeydir də, yaşamaq uğrunda mübarizə. Kim harda tutdu, nə idi orada. İndi insanlar da belədir. O başqası fikirləşmir. Yəni təki mən yeyim, mən qazanım, mən böyüyüm, mən yaxşı olum. Belə mehriban olmaq lazımdır. Paylaşmaq lazım. Mehriban həm paylaşmaq. Allah insanı yetirib ki, sən tərk şey deyəsən də, elə bir yaxşı danışasan, yaxşı rəftar eləyəsən, yaxşı həyatın olsun deyə ona görə elən şeydir də, həm də paylaşmaq. Düzdür. Bunlar ki, qutardı Ramaz. Bu suların ki, otları. Yeyirlər. Yəni hər şey sən eləyə bilməzsən də. Gərək elə insanlar var ki, pisliklər eləyir çoxsu. Ona görə də yəni gərək bu həyatda yaxşı olmaq daha yaxşıdır da. Yaxşı olmaq yaxşı olur. Yəni ki həyatı yaxşılaşdırır. Yaxşı. Bu qədər dostlar. Sağ olun.